2 nəfər üçün parkinq. Proloq. Taleyin sədası ilə bağlı hekayə artıq danışılıb. Kimsə özünü tapdı, kimsə sağaldı, kimsə isə sadəcə yenidən yaşamağı öyrəndi. Amma taleyin həmişə davamı olur. Bəzən tamamilə gözlənilməz. Bu kitab yeni bir hekayədir. Bu Samirə haqqındadır. Oxucularım mənim ilk kitabım, taleyin sədasından tanıyıb sevdiyi, Qalibin bacısı elə həmin Samirə. İnadkar, gülməli, xarakterli və mehriban qəlbli. İndi onun zamanıdır. Burada müharibə olmayacaq. Amma özünə məxsus bir mübarizə olacaq. Etibar uğrunda, kiminləsə yana-yana durmaq uğrunda, xoşbəxt olmaq haqqı uğrunda. Əgər ilk kitabı oxumusunuzsa, tanış adlarla yenidən qarşılaşmaq sizə xoş olacaq. Oxumamısınızsa, problem deyil. Bu hekayə hər şeyi özü danışacaq. İrəli, yeni bir hekayəyə doğru. Hələ buna bax, cənab özü də güya centilmendir. Samirə öz Peugeot'sunun açıq pəncərəsindən qışqırdı. Sözlərini qara Lexusun sürücüsünə ünvanlamışdı. O sürücü ki, az əvvəl çevik və özündən razı şəkildə boş parking yerinə düz onun burnunun dibində girib dayanmışdı. Bir neçə saniyə öncə Samirə nəhayət maşını qoyacaq yer tapdığına sevinirdi. Və buyur, ortaya bütün cəhətləri ilə centilmen çıxıb onun yerini tutmuşdu. Yaxşı, demək olar ki, onun yerini. Axı o birinci görmüşdü. Lexusdan düşən uzun boylu gənc kişi onun tərəfinə belə baxmadı. Ya həqiqətən eşitməmişdi, ya da qəsdən onun narazılığını vecinə almırdı. Sürətli addımlarla yaxınlıqdakı hündür binaya tərəf yönəldi. Samirə əsəbi halda çiyinlərini çəkdi, parkingdə bir dövrdə vurdu, amma başqa boş yer tapa bilmədi. Onda qərara gəldi ki, bu tipə bir dərs vermək lazımdır. Geri qayıtdı və maşınını elə Lexusun qabağında saxladı və çıxış yolunu səliqə ilə bağladı. Heç nə olmaz, qaydana qədər gözləyər. Bəlkə bu arada davranış qaydalarını da öyrənər, deyə pışıldadı, vicdanını sakitləşdirməyə çalışaraq. Amma bir neçə addım atdıqdan sonra başa düşdü ki, vicdanı sakitləşmək fikrində deyil. Dərin bir ah çəkib çantasından qələm və kiçik bir kağız parçası çıxardı. Telefon nömrəsini yazdı və ehtiyat üçün maşının ön şüşəsinə, şüşəsilənin altına qoydu. Birdən maşının sahibinə təcili getmək lazım olar. O zaman ona zəng edib nəzakətlə xahiş edə bilər ki, maşını kənara çəksin. Bəli, yalnız çox nəzakətlə. Başqa cür onunla razılaşmaq mümkün olmayacaqdı. Saatına baxan Samirə qəfil diksindi və az əvvəl həmin gəncin girdiyi nəhəng binaya doğru var gücü ilə qaçdı. Kaş gecikməyəm, hər şeydə bu yekəbaş snobun ucbatdan oldu. Əgər bu işi almasam, ömrümün sonuna qədər onun burnunun dibində parking edəcəyəm, deyə o insan selinin arasından keçərək deyinirdi. Bu vakansiyanı almaq üçün onun üçün çox vacib idi. Maaşı az olan müəllimlik işi yalnız saç sancaqlarına və kitablara çatırdı. Bu doğrudur. Amma əsas səbəb bu deyildi. O özünü başqa bir sahədə sınamaq istəyirdi. İnternetdə vəkil kontorunda tərcümançı axtarıldığı barədə elan ona əsl şans kimi görünürdü. Üstəlik, indi yay idi və yeni bir işə başlamaq üçün ideal vaxt sayılırdı. Çox düşünmədən zəng etmişdi. Görüş vaxtını razılaşdırmışdı. 5-ci mərtəbədə liftdən çıxanda Samirə başa düşdü ki, burası sadəcə bir kontor deyil, bütün mərtəbəni əhatə edən əsl hüquqi arı pətəyidir. Uzun dəhlizlər, kabinetlər, şüşə qapılar və mərkəzdə sanki 8 ayaqlının başı kimi iri dairəvi masa. Məhz onun arxasından orta yaşlı xoş simalı bir qadın ona tərəf gəldi. Siz Samirə xanımsınız? Mənim adım Nigar xanımdır. Dünən telefonda danışan biz idik, elə deyilmi? Deyə soruşdu. Təsdiq cavabı aldıqdan sonra gülümsədi. Əla, dəqiq-dəqiqəsinə gəlmisiniz. Sizə görə saat qurmaq olar. Bizim ofisdə punktuallıq çox yüksək qiymətləndirilir. Samirə az qala gözlərini döndərəcəkdi. Xatırlayan ki, vaxtında çatmaq üçün hündürdavan ayaqqabılarda necə sprint atmalı olmuşdu. Buyurun, əyləşin. Nigar xanım qarşısındakı yumuşaq stolu göstərdi. Təşəkkür edirəm. Samirə başı ilə işarə edib rahatlandı. Rezümeni çox tez göndərmisiniz. Düz başa düşürəmsə, siz məktəbdə işləyirsiniz?
Bəli, mən ingilis dili müəllimiyəm. Həmçinin rus və Azərbaycan dillərində sərbəst danışır və yazıram. İşimi çox sevirəm, amma məzuniyyət vaxtımı səmərəli keçirmək, özümü başqa bir sahədə sınamaq istədim. Bu çox gözəldir, deyə Nigar xanım qovluqdakı sənədlərə baxaraq başını tərpətdi. Bəs stresli vəziyyətlərə münasibətiniz necədir? Deyə Nigar xanım eynəyinin istindən diqqətlə ona baxaraq soruşdu. Ən yaxşısı bir fincan qəhvə ilə, Samirə gülümsədi. Amma ciddi desəm, mən adətən 30 yeniyetməli sinifdə dərs deyirəm. Nigar xanım güldü. Daha sualım yoxdur. Sizi komandamıza məmnuniyyətlə qəbul edərik, deyə razılıqlı təbəssümlə dedi. Sadəcə xatırlatmaq istəyirəm ki, məktəb başlayandan sonra həftədə yalnız 2 gün gələ biləcəyəm. Əlbəttə, bunu xatırlayıram, narahat olmayın. Sabahdan başlaya bilərsiniz? Məsələn, saat 9:30-da? Əlbəttə, çox sağ olun. Liftdə aşağı düşərkən Samirə təbəssümünü gizlədə bilmirdi. Hər şey asan və rahat keçmişdi. O artıq işə başlamağı səbirsizliklə gözləyirdi. Dünya biraz daha parlaq görünürdü, hava daha təmiz idi və o səhərki parkinq işğalçısına belə əvvəlki kimi əsəbiləşmirdi. Maşına doğru tələsik addımlarla yaxınlaşanda rahatlıqla gördü ki, hələ də yerindədir. Nə evakuasiya, nə cızıq, nə də ön şüşədə lənətli qeydlər. Şüşəsilənin altından öz kağızını götürmək üçün əli uzanmışdı ki, birdən başa düşdü ki, kağız artıq onun deyil, bu başqası idi. Kağızı yavaşca açan Samirə sanki indi patlayacağını hiss edirdi. Gözəl, səliqəli xətlə yazılmış sözləri oxudu. Telefon nömrəsinə görə təşəkkür edirəm. Mütləq bir fincan qəhvəyə dəvət edəcəyəm. Yeri gəlmişkən, bənövşəyi rəng sizə çox yaraşır. Bir an donan Samirə baş verənləri dərk etməyə çalışdı. Birincisi, o öz əli ilə bu snoba telefon nömrəsini vermişdi. İkincisi, o onu görmüşdü. Üçüncüsü isə bu azmış kimi hələ ona bənövşəyi bluzası ilə bağlı kompliment etməyə də cürət tapmışdı. İnanılmazdır, deyə hiddətlə pışıldadı. Qeydi hirdə-hirdə cırıb qara Lexusun kapotunun üstünə səpdi. Maşına girdi, mühərriki işə saldı və evə doğru yola düşdü.